Yəqin ki, anlatdıqlarımdan siz də başa düşdünüz ki, çox vacib kitabdır. Nəysə, şiddətlə tövsiyə eləyirəm. Siz də alın, oxuyun. Qavruş da tövsiyə eləyir. 4-cü kitabımız Qurban Səid, Əli və Nino. Oxuyanlar bilir, oxumayanlar amma düşünərsiniz ki, iki gəncin məhəbbətindən bəhs edir və salam. Xeyr, tam olaraq elə deyil. Düzdür, ölməz bir məhəbbət hekayəsidir. Əli xanla Nino'nun məhəbbəti. Amma onunla yanaşı sanki elə bil gözəl bir tarix kitabı oxuyursan. Mədəniyyətlərin toqquşmasını izləyirsən. Birinci Dünya müharibəsi ilə bağlı ətraflı bəhs edir. Sonra əsərdə 1920-ci il Azərbaycanının Osmanlı İmperiyasının dəstəyindən məhrum olan kimi Cümhuriyyətimizin süquta uğraması haqqında danışılır. Qəribədir ki, bu kitab əvvəlcə alman dilində yazılıb, xaricdə populyarlaşıb, sonra Azərbaycana gəlib tərcümə olunub. Britaniyada, Almaniyada, hətta Amerikada belə əksər Avropa ölkələrində əsrin romanı seçilib. Bir maraqlı fakt da var ki, müəllif adının mistik qalmasını istəyib. Qurban Səid bu ad gerçək bir şəxsə aid deyil. Sadəcə ədəbi bir uydurma təxəllüsdür. Alın, oxuyun mütləq.